Maşınlarda oturursunuz, Dolyavrafskaya maxınlarını qurursunuz, sigaret de damakta, sanki bomba divijenyalı olanlarsınız. Adamın biri gelir türməyə, türmədən çıxandan sonra olursunuz bu adamın can-ciğer qardaşları, hansı ki siz bu adamı türmədən önce hiç axtarıb bitirmirdinizsə. Nə indi bu türməyə girdi, bu divijenyalı oğlandı, mənim problemim olsa yanında duracaq. Siz nə danışırsınız kişi? Əsl izzət arxamda olan məsciddədir. Əsl hürmət əlimdə olan Qur'an-ı Kərimdədir. Allah Azza və Cəllə Hucurat surəsinin 13-cü ayətində buyurur ki, Allah'ın katında en hürmetli olanınız, Allah'tan en çok korkanınızdır. Bunun üzerine Allah'ın Resulü sallallahu aleyhi ve sellem Ebu Davud'un 4833. hadisinde ve İmam Tirmizi'nin 2378. hadisinde deyir ki, kişi dostunun dinindedir. Sizden her bir baksın kimlerle dostluk eləyirlər. Subhanallah, izzət mi istəyirsən? Gəl məscidə. Hürmət mi istəyirsən? Tabi ol Qur'ana. Allah Azza ve Celle'nin karşısında baş eğdinen. Bugünler senin baş eğdiğin insanların hamısının başını senin Rabbin yaradır. Kim ki Allah'ın karşısında baş eğer, Allah hiç kimin qabağında onu başını eğdirmez.